etdirirlər. Açılış mərasimi isə hələ davam edir. Xuraman Yusifova hakimlər adından and içir. 一つ我々はその真髄を極め、気に発し、かにびのくこと。一つ我々は質実をご権をもって自己の聖書の関与をすること。一つ我々は礼節を重んじ、長女を敬し、祖母の振る舞いを慎むこと。一つ我々は神仏を尊び、健常の美徳を応募するざること。一つ我々は知性と他良子、と向上させことに臨んで歩むつさること。一つ我々は生涯の修行、彼との道に通じ、極致な道を全うすること。Hər bir yarışı ədalətlə idarə edəcəklərinə və hər bir idmançının hazırlıq səviyyəsini lazımınca qiymətləndirəcəyinə, onların tətbiq edəcəyi fəndləri vaxtında qeydə alacaqlarına veriləcəyinə və yarışda yalnız haqqın, ədalətin tərəfində duracaqlarına vəd edən bu barədə and içən hakim, təbii ki, yarış iştirakçıları arasında da hər bir karateçinin, hər bir idmançının qələbəyə can atmasına bu sözlər sanki bir zəmin yaradır və idmançılar da bu əhval-ruhiyyə ilə belə bir ovqatla yarış meydanını tərk edirlər. Beləliklə açılış mərasimində idmançıların da paradı başa çatır. İndi nümunəvi proqram başlanacaq və bu proqramda da karateçilərin bir-birindən maraqlı nümunəvi çıxışları olacaq. Tataminin mərkəzində iri bir təbil qoyulub və bu da yarışın qaydalarına uyğundur. Qədim Yapon ənənələrinə uyğun olaraq yarışlardan əvvəl ümumiyyətlə hər hansı bir təlim üzrə tədbirlərdən əvvəl bax bu cür iri təbillərlə sanki idmançıları mübarizəyə, qələbə qazanmağa səsləyirlər. Belə bir qeyri-adi ayinlə dünya çempionatının iştirakçılarını qələbəyə, mübarizəyə səsləyirlər. Nümunəvi çıxışlarını izləyək.